Anar Elxanoğlu Namazov, ümumi cərrah, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının şöbə müdürü, tibb üzrə fəlsəfə doktoru. Ümumi cərrah, Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər Kafedrasının assistenti Anar Elxanoğlu Namazov 17 may 1983-cü ildə Qubadlı rayonunda anadan olmuştur. Anar Namazov orta təhsilini əvvəlcə 1990-1993-cü illərdə Qubadlı rayonu 2 saylı orta məktəbdə almış, daha sonra 1993-1996-cı illərdə Sumqayıt şəhəri 24 saylı orta məktəbdə, 1996-2000-ci illərdə isə Dədə Qorqud Özəl Türk liseyində başa çatdırmışdır. 2000 və 2006-cı illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə Profilaktika Fakültəsində təhsil almışdır. 2006-2008-ci illərdə doktor Anar Namazov Rusiya Federasiyasında Rusiya Federasiyası Lazer Mərkəzi İnstitutunda cərrahiyyə üzrə klinik ordinaturada olmuşdur. 2008-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər Kafedrasında aspirantura təhsil almışdır. Doktor Anar Namazovun iştirak etdiyi təkmilləşdirmə kursları barəsində danışarkən bunları qeyd etmək olar. 2010-cu ildə o Türkiyənin Ankara şəhərində Ankara Universiteti Tibb Fakültəsində genel cərrahiyyə anar bilim dalında laparoskopik cərrahiyyə kursunda olub. 2010-cu ildə Türkiyənin paytaxtı Ankarada Doktor Zəkai Tahir Burak Qadın Sağlığı Eğitim və Araşdırma Hastanəsində ginekoloji laparoskopik cərrahiyyə kursunda olub. Elə həmin ildə 2010-cu ildə Ankarada laparoskopik reflüks cərrahiyyəsi kursunda iştirak edib. 2010-cu ildə Doktor Anar Namazov Ankarada həmçinin laparoskopik xolisistektomiya kursunda iştirak edib. Son illərdə də Doktor Anar Namazovun xarici ölkələrdə təkmilləşdirmə kurslarında və beynəlxalq elmi praktik tibbi konferanslarda iştirakı davam edir. Qeyd etməliyik ki, 2013-cü ildə Doktor Anar Namazov Türkiyədə Cərrahpaşa Universitetində və Acıbadəm Universiteti Acıbadəm Koz Yatağı Hastanəsində laparoskopik yırtıq cərrahiyyəsi kursunda iştirak edib. 2013-cü ildə NOTES proqramının konqresində iştirak edib. 2019-cu ildə Türkiyənin İstanbul şəhərində Florence Nightingale xəstəxanasında böyrək transplantasiya üzrə kursda iştirak edib. Doktor Anar Namazovun əmək fəaliyyəti. 2006-2008-ci illərdə Doktor Anar Namazov Rusiyanın paytaxtı Moskva şəhərində Moskva şəhəri 51 saylı klinik xəstəxanasında cərrah ordinator işləmişdir. 2008-2011-ci illərdə o Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər Kafedrasında aspirant olmuşdur. 2012-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər Kafedrasında baş laborant kimi əmək fəaliyyətini davam elətdirib. 2018-ci ildən Anar Namazov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının transplantologiya şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər Kafedrasının assistentidir. Doktor Anar Namazovun əsas elmi praktik fəaliyyət sahələri transplantologiya, laparoskopik cərrahiyyə, mədə və bağırsaq cərrahiyyəsi, hepatobilyar cərrahiyyə, yırtıq cərrahiyyəsi, kolorektal cərrahiyyə və bariatrik cərrahiyyə. Doktor Anar Namazovun həm müəllifliyi ilə bir sıra dərslik və dərs vəsaitləri çap olunmuşdur. Azərbaycanın aparıcı elm xadimləri ilə birlikdə hazırlanan həmin bu dərs vəsaitləri hazırda yeni nəsil həkimlərin, tibb tələbələrinin yetişdirilməsində geniş şəkildə istifadə olunur. Anar Namazov 2009-cu ildən etibarən Azərbaycan, Rusiya, Türkiyə və bir sıra Avropa ölkələri daxil olmaqla nüfuzlu tibbi asosiasiyalar tərəfindən keçirilən elmi praktik konferans və konqreslərdə iştirak etməkdədir. Anar Namazovun üzvü olduğu tibbi cəmiyyətlər: Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Asosiasiyası, Azərbaycan Cərrahlar və Gastroenteroloqlar Asosiasiyası, Türkiyə Cərrahiyyə Dərnəyi, Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi, Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyi, Türkiyə Orqan Transplantasiyası Dərnəyi, Türkiyə Hepatobilyar Cərrahiyyə Dərnəyi, Transxəzər Hepatobilyar Cərrahiyyə Dərnəyinin üzvüdür.